Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın minimal temperaturunun yanvarın 19-undan 20-sinə keçən gecə 0 dərəcəyə yaxın, 21-i 22-si gecə saatlarında isə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar qısa müddətli çovğun olacağı ehtimal olunur. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin yanvarın 21-i gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimal olunur. Havanın minimal temperaturunun dağətəyi rayonlarda 6 dərəcədək şaxta, dağlıq rayonlarda 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir. Ölkə ərazisində, xüsusən də dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.